Salam, hər vaxtın xeyirli olsun. Necəsən? Özün necə hiss eləyirsən? Artıq yeni ildəyik. Artıq yeni başlanğıcların edildiyi bir dövrdəyik, dönəmdəyik. Amma mənə gələn çox suallardan biri gecikmişlik hissi ilə bağlıdır. Yəni mən artıq özümü gecikmiş kimi hiss eləyirəm. Nə edim bilmirəm. Hamı irəlidədir. Hamı bir şeylər bacarır. Mən elə olduğum yerdə qalmışam. Donmuşam, bu adamı dondurur həm də. Nə edə bilərəm? Bunu necə düzəldə bilərəm? Bunun özünə görə ilk öncə səbəbləri var. Və bu videoda sən günahlandırılmayacaqsan. Bu videonu bağlayanda, sonda həqiqətən də özünə necə lazımdır elə yanaşacaqsan. Yəni bugünə qədər özünə bəlkə də kobud davrandın, bəlkə ümumiyyətlə özündən bir şeylər bir davranış da ola bilmədin. Yəni özünə bir tətbiq eləyə bilmədin. Çıxış yolları düşündün, amma praktikada heç bir şey olmadı. Amma bu videonun hamımıza təsir eləyəcəyinə ümid eləyirəm. Çünki bu şablon cümlələrdən ibarət bir söhbət olmayacaq. Bugünə qədər sənin özünə baxmadığın yerdən sənə güzgü tutacağam və sən oradan özünə baxacaqsan inşallah və hər şey yaxşı olacaq. Hər şeyin bu həyatda həlli var. Hər his zaten yaşanmaq üçündür. Yəni hər his var ki, biz onları yaşayaq. Amma o demək deyil ki, biz o hisslərə ömür boyu məhkum olmalıyıq. Deməli, ilk öncə bir hissin bizdə yaranması üçün dostlar, səbəb ortada bir yaşanmışlıq, öyrəndiyimiz bir proqram olmalıdır. Yəni, demişdim, böyüdüyümüz ailə və mühit bizim dünyamızdır əslində. Biz dünyaya necə baxırıqsa, sevgi dilimiz, münasibətlər haqqında təsvirlərimiz, təsəvvürlərimiz, kişi-qadın modellərimiz, hər biri ailədə necə formalaşırsa, özümüz haqqında gümanlarımız da həmçinin, yəni sadəcə kənar dünyada yox, özümüzə qarşı gümanlarımız da ailənin içərisində formalaşan və yaranan bir şeydir. Fərz edin ki, siz uşaqlıqda ağ vərəq kimi doğulmusunuz, üzərinizdə heç bir, mən bunu proqram adlandırıram, proqram yox idi, tam olaraq özünüz olaraq var olmuşdunuz və sonra yaşanmışlıqlar olub. Şuurunuzun hələ özünüzü dərk etmədiyiniz zamanlarda belə, şuurunuzun tam inkişaf eləmədiyi zamanlarda belə, əslində şuur da olur, kiçik yaşlarda, yəni 0 yaşından belə, doğulandan belə, sadəcə olaraq biz özümüzü dərk etmə dönəmlərində olmuruq onda, amma o topluyur, o əzbərləyir. Şuurumuz onu çox gözəl götürür, canlı hopdurur. Maçalaka suyu canlı hopduran kimi. Və eşitdiklərimizdən ibarət olmağa başlayırıq, gördüklərimizdən ibarət olmağa başlayırıq. Əslində baxsaq, valideynlərin, bizi böyüdən hər kimdirsə, onların bizə bunu elə, onu elə, bunu etməlisən, onu etməlisən kimi dediklərindən daha çox, onlarda nə görmüşüksə, onlardan nə eşitmişiksə, bizə hansı etiketlər yapışdırıblarsa, biz əslində onlardan ibarətik. Gecikmişlik hissinin bəs bununla nə əlaqəsi var deyəcəksiniz. Mən artıq böyümüşəm, şuurlu bir insanam, yəni böyük bir insan olduğumu düşünürəm, olğunam, hər şey yaxşıdır da, yəni bununla ona nə əlaqəsi var. Bunun əsas səbəblərindən biri də bizim bu dəqiqə özümüzü belə hiss etmə səbəblərimizdən biri də vaxtilə bizi sanki yarış atıymış kimi böyütmələri də ola bilər. Qonşu bunu elədi, qohum bunu elədi, o bunu bacardı, sən hələ də yerindəsən, sən hələ də bu yerdəsən, sən hələ də bunu sadəcə olaraq etmirsən kimi cılızlaşdırma və sənə öz dəyərini sorğuladacaq hərəkətlər görmüş ola bilərsən. Amma bu doğru olandımı? Yox. Ailədə hər gördüyünüz doğru şey deyil. Hər eşitdiyiniz, hər nümunə eyni doğru şey deyil. Valideynlər və yaxud da bizi böyüdən insanlar, istədiyiniz nəzərdə tuta bilərsiniz, istədiyiniz insanı, böyüklər belə yəni səhv eləyə bilərlər. Böyük olmaqları, valideyn olmaqları hər zaman mütləq şəkildə haqlı olmaqları mənasına gəlmir. Müqayisə ilə tərbiyənin heç vaxt tərəfdarı deyiləm və olmayacam. Niyə? Çünki sən bircəsən. Bircə. Daha öncəki videolarımda da demişdim. Hər bir insanın bu həyatda öz yarası var, öz yoxuşları var, öz yolu var, öz xatirələr yığını var, öz ailə modeli var. Özünə yanaşma forması fərqlidir. Öz barmaq izi qədər unikaldır hər bir insan. Hekayələr nə qədər eyni olursa olsun və yaxud da bənzər olursa olsun, deyək ki, sənlə bənzər hekayəni yaşayan insan var, amma o səndən irəlidədir bu dəqiqə, məsəl üçün. İrəli nəyə görə, kimə görə, o da sual altındadır. Amma sən bircəsən. Yəni səni heç bir zaman, məkan
insan gözündən dəyərləndirmələrinə haqq yoxdur. Kim olursan ol. Denən ki, mən tənbəl idim. Ona görə, yəni ay Mənzər, sən nə desən belə, mən tənbəl idim də ona görə gecikmişəm əslində. Əslində həqiqətən də gecikmişlik hiss etməyimdə çox böyük özümə görə haqlı səbəblərim var. Mən buyam da, yəni sən nə qədər desən də mənim səhvim var idi. Yenə də mənim üçün səhv səndə deyil. Yenə də mənim üçün etdiyin əslində heç səhv də deyil. Çünki hər kəsin özünə görə zamanı doğrudur əslində. Yəni dünyada belə bir qayda qanun yoxdur ki, sən 20'li yaşlarında evlənməlisən. Sən 17 yaşından mütləq universitetə qəbul olmalısan, 17-18 yaş aralıqlarında, yəni bu kateqoriyalarda. Sən mütləq müəyyən yaşda 20-yə başlamalısan və yaxud da mütləq sən magistri falan yaşda oxumalısan. Ana, ata olmaq falan yaşda mütləq olmalıdır. Elə bir qayda yoxdur. Elə olsaydı hamı qüsursuz şəkildə 21-22 yaşında bitirərdi universitetini. Amma bu dəqiqə baxsaq, 40'larda, 50'lərdə universitetə girən insanlar var, nəinki bitirən. Hər kəsin həyat yolu fərqlidir. Niyə sənə görə bircə deyirəm? Niyə sən həqiqətən unikal və təksən, özünə məxsussan və ətrafın sənə dediklərindən ibarət deyilsən və yarış atı deyilsən? Çünki sən əslində daxilən mübarizə apardığını danırsan. Sənin də özünə görə bir mübarizən olub vaxtıyla, bəlkə də davam eləyir. Sənin də özünə görə sağlam olmayan, amma davamlı olaraq düzəltməyə çalışdığın, sağlamlaşdırmağa çalışdığın tərəflərin ola bilər, yaxınların ola bilər. Yəni sənin də yorulduğun anların olub ki, sən indi bu dəqiqə bu videoya ehtiyac duymuşsan, bu hissəndə var imiş kimi hiss eləyirsən, bu qənaətə gəlmisən, nəsə səni vadar eləyib bəlkə də. Yekun olaraq, inan mənə, indi olduğun zaman, indi olduğun sən ən doğru və ideal zamandakı səndir. Yəni bunun bir addım önü, bir addım arxası versiyası əslində doğru olan o deyil. İndi olduğun sən ən doğrusudur. Mənə denən ki, mən bu səhvləri eləmişəm Mənzər. Əslində mən danlanmağa layiq insanam. Yenə yox deyəcəm. Yenə deyəcəm ki, xeyr, sən özünə görə bir insansan. Sən çünki özünə görə yolun olub. Bir ailədən çıxan 2-3 uşaq niyə fərqli həyat yollarına yeri gələr daxır? Niyə biri məsələn savadlı olur, biri məsəl üçün savad qazanmaqda çətinlik çəkir, alınmır, başqa cür yoldan pul qazanmağa başlayır. Ticarətdən və yaxud da nə bilim, daha erkən yaşlarda həyata atılır. Və yaxud da pis yaxşı kimi etiketləndirdiyimiz insanlar olurlar. Fərqli yəni. Niyə? Çünki hər kəsin yolu fərqlidir. Bir ailənin insanları belə yeri gələndə özünə görə yaşayır. Bu reallıqdır. Əslində hər kəs mütləq sonda öz marağını düşünür. Özünün maraqlarını düşünməlisən artıq. Yəni sən egoist ol. Hər şeyə, sən necədən hər şey nifrət elə. İnsanların özünü izolyasiya elə demirəm. Bax, bircəliyinin fərqinə var deyirəm yəni. Otur bir düşün. Bu hissdəyəm demək əvəzinə. Niyə düşünmürsünüz? Niyə düşünmürük ki, ümumiyyətlə hamımız? Mən bugünə qədər bu yoldan keçmişəm. Mənim bugünə qədər mübarizə apardığım belə nüanslarım olub. İnsanam da, yorulma haqqında olub. Yorulmuşam, yerə çökmüşəm bəzən. Bəzən alınmaq ümidim olub, alındıra biləcəyimə inanmışam, ya da inandırılmışam. Ona cəhd eləmişəm, o da alınmayıb. Yəni mən inanmıram ki və inanmayacağam ki, ekranın digər tərəfindən mənə baxan sən bugünə qədər tamamilə boş bekar olmusan. İstədiyini mənə deyə bilərsən həyatın haqqında. Denən ki, mən bugünə qədər belə. Xeyri yoxdur. Yəni mən bunu əminlə deyirəm. Çünki insanlar sadəcə zahirən mübarizə aparmırlar. Sadəcə zahirən yorğun görünmürlər. Daxilən də bizim özümüzə görə yaşanmışlıqlarımız var. Yəni həyat sadəcə kənarda axmır axı. Ona görə mən deyirəm. Gecikmişlik hissinə səbəb müqayisə edilərək böyüməyin ola bilər. Baxın, səbəbləndirmə çox önəmlidir. Seanslarda da bunu hər zaman deyirəm. İnsan bir şeyin səbəbini biləndə o şeyin 50%-ni əslində həll eləmiş olur. Çünki anlayan, səbəbini görən, mən bunu buna görə etmişəmmiş deyən insan fərqindəlik qazanır. Səbəbləndirmə aparın. Mən belə bir mühitdə böyüdüyüm üçün olmuş ola bilər. Yarış atın. Mən ən ideal bənzətmə bunu görürəm.
Çox təəssüf ki, bəzi valideynlər uşaqlarını həqiqətən yarış atı kimi böyüdürlər. O bu nə deyər? Belə etməlisən, bu yerdə olmalısan, vaxtın bu qədərdir. Elə deyil. Sən etiketlərdən və sən bənzətmələrdən ibarət deyilsən. Valideynlər bir gün gedəcək. O yarışdığın insanlar əslində bir gün diqqət mərkəzindən yayınacaq sənin. Hər zaman onlara fokuslanmayacaqsan. Çünki əvvəl-axır hər kəs öz həyatının dərdini çəkəcək. Bunu unutma. Əvvəl-axır ya heyfsilənərək dərd çəkiləcək, ya yaxşı mənada dərd çəkiləcək. Mən daha yaxşı nələr eləyə bilərəm, nələr imza ata bilərəm deyə. O bir ifadə var, deyir, öz qabından yemək yeməyi öyrənməlisən. Başını aşağı salıb öz qabından yemək yeməlisən. Başqasının qabında nə qədər yemək var, başqasının qabı necədir, başqası hansı sürətlə yemək yeyir. Yadımdadsa, sənə bir neçə video öncəsində mən demişdim ki, əslində ətrafda gördüyümüz hər şey, pərdəsi, tikinti formaları, hər şey, bu arxamda gördüyünüz divan və yastığın özü belə, bunları yaradan insanlar qüsursuz formada avtomat kimi bir dəfə etmirlər. Və yaxud da dizaynerlər, məsələn, bunu dizayn edən insan mütləq ki, səhvlər buraxaraq eləyib. Bu indi ərsəyə gəlib deyə, mən deyirəm ki, məsəl üçün, mən fərz edin ki, mən dizaynerəm və özlüyümdə deyirəm ki, mən gecikmişəm. Dizayner olan insanda istər-istəməz daha çox diqqətini dizaynlı işlərə verir də, yəni fokusunu insan hər zaman maraq dairəsində nədirsə ona verir, həyatda onunla qarşılaşır. Mən onda baxıb deyəcəkdim ki, görsən, oturduğum divana nə gözəl cəmaat yaradır, mən hələ bir dənə çöp yarada bilmirəm. Sən kimsən? Gəl sadalayaq. Məsələn, mən indi özümə deyim də, məsəl üçün. Yeni məzun olmuşam, ya və yaxud da məzun hələ olmamışam. Çabalayırammı? Çabam olub. Tamam, indi tənbəl olduğum anlar olub, amma çabam da olub. Çabam olmayıb deyək ki, faktdır ki, diqqətimi də buna verəcək qədər işimi sevirəm. Dəyərləndirməyə kimə və nəyə görə aparıram? Bunu eləyən insanın böyük ehtimal ki, uzun zamanda təcrübəsi var ki, satılıb məhsulu. Yəni, o insan dəfələrlə cəhd eləyib, onun uğursuzluqlarına şahid olmamışdım. Onun bütün yolunu bilmirəm. Sadəcə olaraq ərsəyə gətirdiyim məhsulu görüb qərar verirəm ki, o insan məndən qabaqdadır. Sizcə bu doğrudur? Ya da siz ətrafa baxırsınız, uğurlu insanlar görürsünüz. O insan bunu əldə eləyib. Əldə elədiyini görürük. Bununla o sizcə gecikməmiş sayılır? Yəni, hər şey bir dəfəyə zaten olmur. O şans məsələsi var, o bir dəfəyə olma məsələsi. Olanda bəlkə də ola bilər, amma yenə də biz hər zaman şanssız olacaq mənasına gəlmir. O şans bizə də bir gün gələcək, heç narahat olmayın. Amma hər kəsin bu həyatda istəklərinə gedən yolda çabası mütləq lazımdır. Mütləq cəhdlər olmalıdır. Mən də gecikmişlik hissi yaşamışam. Mən robot deyiləm. Amma sonra oturub baxdım özümə, mənzər. Sən necə bir həyat yaşamısan? 22 yaşım var. 22 ildir nə yaşamısan? Necə yollardan keçmisən? Məsəl üçün deyək ki, ətrafımda universitetdə başqa psixologiya tələbələri görmüşəm deyək ki, onlar baxmışam özümə görə, demişəm ki, mənə nisbətən bunlar bunu bacarıblar, mən çox arxadayam. O insanın nəyəsə başlaması, nəyəsə start verməsi öz yoluna əsasən verdiyi qərar və zamanlama olub. Sənin və yaxud da mənim nəyəsə bacarmağımız və yaxud da bacaracağımız o zaman ki var, bizim üçün ən ideal zaman olacaq. Və yaxud da ən ideal zamandır. Niyə? Mən məsəl üçün əslində söhbət videoları məsəl üçün arxivdə də bir dəqiqə qalıb, amma sadəcə olaraq bir dəqiqə onlar düşünürəm ki, bəyənilməyəcək, çünki biraz daha keyfiyyətsiz olublar. 2023-cü ildən belə mən video çəkdiyimi xatırlayıram da, məsəl üçün arxivdə var idi. Ya da ki, əslində məsəl üçün məndə 2000 il idi? 20-21-ci illər idi deyəsən, yazılar yazdığım Instagramda bir səhifə var idi. Düzdür, orada əsas fokus aspektim, əsas fokusum, mövzularım fərqli idi, amma sonra o səhifəni çox təzim sildim. Peşmanam mı deyiləm, amma fakt ki, mən əslində ürəyimcə olan o aktivliyi, insanlara təsir etmə bacarığımı hələ bu yaşımda qazanmışam.
Yəni o illərdə tam mənzər kimi ola bilməmişdim əslində. Amma cəhd eləmişdim. Oturdum, həyatımı dəyərləndirdim. Dedim, Mənzər, bax sən bunları eləmisən. Uğursuz olub, tamam qəbul eləyirəm, alınmayıb da, ya da ki, əslində doğru etməmsən, o etdiyin doğru bir şey deyildi, videonu yaxşı çəkməmişdin əslində. Fakt ki, orada da mənim çabam var. Sonra mənim indi açıq desəm, əvvələ nisbətən biraz daha çox insan tanıyır, çox şükür. Həqiqətən sizlə əlaqədə olmaq mənə o qədər yaxşı təsir eləyir ki, hələ yolun o qədər başındayam ki, mən elə özümə görə, baxın, özümə görə mən hələ yolun hələ başındayam. Və dedim ki, amma faktdır ki, sən indi Mənzər kimi davrana bilirsən. Məsələn, əvvəl üzümə göstərə bilmirdim. Göstərməyimə icazə də yox idi. Belə bir. Hətta bu kimi məsələni də həll etməklə çox mübarizə apardım. Üzümü göstərməyə problem eləyirdilər. Yox, olmaz. İşini başqa cür icra eləyə bilərsən və s. Görürsüz, yəni öz mübarizəmdən danışıram. Siz bu dəqiqə Mənzəri kamera qarşısında görməyə bəlkə də öyrəşmisiniz və yaxud da səhifəmə baxırsınız. Psixologdur, əla, səhifəsində qəşəngdir. Girirsiniz, yəni fəaliyyətdə olan bir şey görürsünüz. Artıq başlanılmış bir həyat görürsünüz. Doğru da belə deyim sizə. Amma onun arxa planında mənim uğursuz cəhdlərim də olub. Mənim mübahisələrim də olub, konfliktlərim də olub. Sırf bunu kameranın qarşısına çıxmağım üçün, özümü tapmağım üçün, Mənzər kimi həqiqətən də fəaliyyət göstərib yaşamağım üçün özümə görə mübarizəm olub. Yəni hər şey gördüyünüz kimi bu dəqiqə deyil. Və yaxud da mən əslində özümə görə tam olaraq istədiyim nöqtəyə elə çatmamışam. Amma yoldayam. Gecikdiyimi də düşünmürəm. Qarşıma mənim yaşımda sahəsində ən yaxşı nöqtəyə çatmış, parlayan, çox gözəl tanınmış bir mütəxəssis ixtisasının mütəxəssisin gətirin də. Yəni özümdə o pis olmaq, o əskilik hissini hiss etməyəcəm. Əvvəlki Mənzər olsa hiss eləyərdim, indi hiss etməyəcəm. Çünki mən bilirəm ki, qarşımdakı insanın öz hekayəsi var, yarası var. Yaraları niyə var deyirəm, bunu niyə dəfələrlə vurğulayıram? Yaralanmaq özünə görə sağalmaq prosesini də tələb eləyir. Yaralanan insan heç olmamış kimi davam eləmir həyata. Çökür, sağalmaq istəyir, alınmır, alınmır. Sonra bir gün qərar verir, özünə görə müəyyən dəyişikliklər etməyə başlayır. Sonra yavaş-yavaş sağalır və o insan artıq əvvəlki versiyasından çox da əlaqəli bir insan olmur. Buna inkişaf deyirlər. Buna yaşanmışlıqlardan dərs çıxarmaq deyirlər. Gecikmişlik hissiniz sadəcə olaraq sizə öyrədilən bir metod ola bilər. Beyninizin öyrəndiyi bir özünüzə danlaq üsulu ola bilər. Özünüzə güc vermə üsulu ola bilər, amma bu sağlam bir üsul deyil. Və yaxud da bu ümumiyyətlə üsul olmamalıdır. Nəyə görə, kimə görə gecikmirsən? Kənar ünsür sadalayırsansa, stop. Buradaca saxla. Çünki kənar ünsürlərlə burada maraqlanmırıq. Bircəliyimizlə maraqlanırıq. Unikalsan sən bir. Bir dənə, səndən bir dənə var və başqa yoxdur. Sənin yolunu başqa heç kəs yaşamayıb. Sən ayaqqabılarını geysələr belə o yolu sənin kimi heç vaxt heç kəs yeriyə bilməz. İnsanlara bəzən yaşadığın şeylərdən nə qədər danışsan da sənin kimi hiss etməyəcəklər. Və yaxud etməyiblər. Məni anlamırlar deməyimiz də bundan irəli gəlir. Çünki o yolu biz getmişik. Çünki o çətin gecələrdən biz keçmişik. Çünki tənbəlliyimizin özümüzə görə mütləq səbəbi var, dostlar, var. Gecikmişlik hissi əslində inanc mı deyim, düşüncə xətası. Ya indi eləsəm, tam zaman, belə deyim, ya indi, ya heç vaxtı. Vaxtı var idi, filan vaxtda eləməliydim. Eləmədimsə mən gecikmişəm, bundan sonra eləsəm də xeyri yox deyə. Bu düşüncə xətasıdır. Ya ağ, ya qara. Həyat bu qədər uclarda yaşana biləcək qədər bəsit və üzdə bir yaşam sahəsi deyil. Çox dəyərlisən. Bu cür düşüncələrlə özünü geri salmağını istəmirəm. Çünki yolun o qədər yaşanmağa layiq bir yoldur ki, nə qədər çətinliklə qarşılaşırsan, qarşılaş. Bəlkə də indinin özündə belə çox çətin dönəmdən keçirsən, ona rəğmən sən bu videoya baxırsan hələ də. Bunun özü belə bir çabadır. Həyatda müəyyən qəliblər var ki, biz onlara görə çox zaman dəyərləndiririk özümüzü ya da dəyərləndiririk. Odur səhvimiz.
Aha, harda qalmışdıq. Qəliblərdən ibarət olmaq insanı geri qoyur. Baxın, siz davamlı olaraq özünüzü tənqid dilində yargılasanız və o formada dəyərləndirsəniz, öz zamanınıza görə gecikə bilərsiniz. Bəli. Kiməsə və nəyəsə görə demirəm, özünüzə görə bəli. Əgər davamlı olaraq kənar gözlərdən özünüzə baxsanız, o qəliblərdən özünüzə baxsanız, müəyyən standartlara görə özünüzü dəyərləndirsəniz, özünüzə görə gecikəcəksiniz. Ayağa qalxan insanlar, bacaran insanlar, o standartlara kör olan, o standartları əlləri ilə itələməyə bacaran insanlar da həm də. Yəni, keyfiyyətdən bəhs edirəm. Bu keyfiyyətlər. Sənin bircəliyin, sən, yəni unikalsan, sən bircəsən, sənin yolun ən gözəl sənlə yaşanardı. Sən gecikməmisən. Sən o Əliyə görə, Vəliyə görə, nə bilim, kim istəyirsən düşün. Kənar ünsürlərə görə gecikmiş sayılmırsan. Sən özünə görə dəyərləndirmə aparmalısan. Çünki sənin özünə görə həyat yolun olub. Bunu dana bilməzsən. Bir dəfə gəldiyin bu həyatı özün kimi yaşa. Hər kəsin bu həyatda öz yolu var. Gördüyün hər bir kəsin əslində daxilən də olsa, gizlin də olsa bir mübarizəsi var. Əmin ol. Sadəcə çətinlik yaşayan sən deyilsən. Sadəcə gecikmişlik hissi yaşayan sən deyilsən. Bu insanlıq ola bilər. Tamam, başa düşürəm onu. Həqiqətən. Özüm də yaşamışam vaxtilə. Bayaqdan o qədər nümunələr çəkdim. Amma istəmirəm ki, bir dəfə gəldiyin bu həyatı öyrəndiyin o proqram, öyrəndiyin o mən dilinə görə ki, onu ləğv eləyə bilərsən, toparlaya bilərsən, özündən çıxarda bilərsən onu, mümkündür. Ona görə öz zamanını yaşamayasan. Bugünə qədər ən böyük tarixə düşən kəşflər eləyən insanlar, ən böyük tarixə düşən şahəsər, bir sahə deyil, məsəl üçün, o sahəni deyəndə ağla gələn mütəxəssislər, ixtiraçılar, kimlər olursa olsun. Onlar o nöqtəyə çatana qədər sənin indi yaşadığın insani hissləri yaşayıblar. Onlar da çünki insan idilər. Onlar da bizim kimi əl-ayağı olan, bir beyni olan, onların ki beyni yox idi. Bir beyni olan, ürəyi olan, acı çəkə bilən, incinə bilən, qırılan, yeri gələndə sənin kimi düşüncələrlə dolu, ağlayaraq gecələr keçirən insanlar olublar. Robot olmayıblar onlar. Amma onlar öz həyatlarına görə kimisi 20 yaşında, kimisi 40 yaşında, kimisi ölümündən bir il öncə o şahəsərləri, o ixtiraları eləyib həyatlarını elə yekunlaşdırıblar. Mənə baxırsansa, artıq sən gəncsən, yəni özün haqqında müəyyən bir mənliyi formalaşan, fikri formalaşan bir insansan. Ona görə də hər birimiz, bu videoya baxan hər birimiz cəsarətliyik o qədər. Mən bilirəm. Özümüzə qarşı o kənara baxıb deyirsiniz, vay bu belə deyə, maşallah, nə gözəl, belə yerə çatıb. Sən də çata bilərsən. Sən də bacararsan. Çünki sənin bu dəqiqə fizikən gücün yerindədir. Zehnən də qəşəng belə işləyir əslində. Sizcə paslanmış ola bilər, amma o da ki, həll olunan bir şeydir. Anlayan, dərk edən mənliyin var. Davamlı olaraq inkişaf eləməyə uyğun olan şuur sferan var, dərk etmə sferan var. Yəni, hər şey sənə xidmət eləyir. Hər şey sənə xidmət eləyir. Sadəcə olaraq görənlər bunu anlayır. Mən həqiqətən də bir gün gördüm ki, hər şey mənə xidmət eləyir. Tərk elədiyim yerlərdə mənə xidmət eləyirmiş. Yeni getdiyim yerlərdə mənə xidmət eləyirmiş. Oxuduğum kitab da mənə xidmət eləyirmiş. Görməyə öyrəşdiyim, amma əslində canımın parçası olan bədənim mənə xidmət eləyirmiş. Öyrəndiyimiz üçün, daha doğrusu öyrəşdiyimiz üçün o qədər bizim üçün adiləşib ki, bu burun belə mənə xidmət edir, mən nəfəs alıram, beynimə oksigen gedir, düşünürəm, həyatda qalıram.
Hər şey. Sənə hər şey bu qədər xidmət elədiyi halda sən özün kimi şahəsər, möcüzə, unikal, bircə bir insanı görmürsən. Özünü başqaları ilə müqayisə eləyərək öz yoluna əsasən özünü dəyərləndirmədən deyirsən ki, gecikmiş hiss eləyirəm. Gecikməmsən. Sadəcə olaraq bu dili öyrənmisən, vaxtı o qədər eşitmisən, müqayisə. İndi beyin ondan qurtulmağa əslində çalışır. Çünki bu da mümkündür. Sadəcə bir də olaraq özünü o qədər görmürsən ki, incindiyini o qədər dilə gətirməkdən çəkinirsən ki, çətinlik yaşamışam deməkdən o qədər çəkinirsən ki, güclü olacam, güclüyəm mən. Güclüsən, amma gücünü etiraf eləməkdə də istifadə elə. Hər güclü insan dağ kimi ayaqda duran, mən mükəmmələm, məndə heç bir problem yoxdur deyən insan, o cür insan zaten güclü sayılır səncə. Yoxsa mən beləyəm, qüsurlarımla, ən yaxşı tərəflərimlə, yaralarımla, yolumun yoxuşları ilə, üzü aşağı getdiyim, bəlkə də gedərkən də yıxıldığım, yaralandığım yollarımla mənəm. Bu da mənəm də. Nə qədər standartlara uyğun olacağıq, nə qədər standartlara uyğunlaşmalıyıq. Onsuz bizim həyatımızın içinə eləyən o standartlar deyil. Gəlin də səmimi danışıq da. Həqiqətən də zibil kimi bir həyat yaratmaq istəyiriksə, qəliblər, standartlar, ya ağ ya qara, düşüncə xətalarını qəşəng tətbiq etmək kifayət edir. Bu da sənə möhtəşəm, dırnaqarası bir həyat. Gözün bunun həyatında olacaq, öz qabındakı dəyərləri, yeməyi görməyəcəksən, ona görə doya bilməyəcəksən, ancaq başqalarını analiz etməklə məşğul olacaqsan. Gözünü oradan çək və içinə bax istəyirəm. İçəridə bir şeylər baş verir. Həyatda hər kəsə mütləq daxili bir orijinal, sənin özünə aid iç səs verilir. Hər kəsə. Amma zamanla böyüdüyümüz mühitdən mi qaynaqlı ya da ki aslında ondan qaynaqlı. Yəni böyüdükcə o iç səsimizin üzərinə başqalarının səsləri, deyimləri o qədər yığılır ki, bir də ayılırıq ki, elə bilirik ki, eşitdiyimiz o toksik cümlələr ya da ki, başqasının bizi tərifləməsi ilə özümüzü dəyərləndiririk hətta bəzən. Yəni bu kimi şeylərin hamısı sanki biz imiş kimi davranırıq. Biz o deyilik. İçində sənə fəryad edən sən var ya əslində. Bəlkə də 5-10 il sonraki özün bu dəqiqə kaş yəni sənə toxuna biləydi, kaş sənə qulağına qışqıra biləydi ki, eləmə. Bugün əslində sən burada olacaqsan, indi özünü belə hiss edirsən, eləmə. 5-10 il sonraki sənin bəlkə də əksinə deyir ki, indi durub qalx ki, biz istədiyimiz bax bu yerə rahat çata bilərik. Yəni situasiyalara çıxın təpədən baxın. Ən təpəyə çıxın. Həyatınızın içində xaosun, situasiyaların içində boğulmuşkən çıxın o təpəyə. Həyatınıza bir dənə yuxarıdan baxın. Necə konuma baxırsınız, konum ümumi yuxarıdan təpədən hər şeyi göstərir. Baxın, elə baxın. Həyatınızı ən gözəl siz yaşaya bilərsiniz. Həyatınızdakı gecikmə hissi, kiminsə kriteriyaları, həyatı yoluna əsasən müəyyənləşə bilməz. Sadəcə sizin çabalarınıza, addımlarınıza, yoxlamalarınıza əsasən müəyyənləşə bilən bir şeydir. Mənim əslində fəaliyyət və səyahətimin bu ixtisasımda, bu həyat yolumda məqsədi odur ki, istəyirəm ki, bunu mən çünki öyrənəndən sonra həyat keyfiyyətim o qədər artdı ki, istəyirəm ki, hər kəs ümumiyyətlə anlasın ki, hər kəs öz yolunun xüsusiyyətlərinə baxsa, öz yaralarını sevsə və öz yaralarından utanmadan onları yeri gələndə dilə gətirərək, yeri gələndə onlardan o hisslərin, onu darmadağın edən hisslərin içərisindən keçərək, o hissi yaşayaraq, həyatını zövqlə yaşasa, özünü qüsurlu, qüsursuz bütün parçaları ilə sevsə, başqa həyatları, yəni əminlə deyərəm ki, gözü heç o tərəfə doğru meyil belə etməz. Və həyatı sevmək baxım budur. Həyatı sevmək isə hər tezdən durub, əlinə kofe alıb, pəncərədən kənara baxmaq deyil. O deyil. Həyatı sevmək buradan başlayır. Çünki həyat zaten bizik. Həyat bax bu bədəndədir. Bu bədəndə nə baş verirsə, mən həyatı zaten elə dərk edirəm. Bu bədəndə bir şeylər gecikirsə, gecikəcəksə ya da,
Mənə görə həyat məsəl üçün çox dar yerdirsə, kim gəlirsə gəlsin, kim mənə nə deyirsə desin və yaxud da mən hara baxıramsa baxım, ancaq içimdəki qaramatlığa əsasən görəcəm bir şeyləri. Yəni müsbət bir şey görmə ehtimalım sıfıra bərabərdir. Həyat yolunu sev. Gecikməmisən. Sənə bunu əminliklə deyirəm, gecikməmisən. Sən öz yolunu davam edirsən sadəcə olaraq. Sən öz həyatını yaşayırsan. Bu da olmalı olan bir şeydir. Narahat olma. Sadəcə olaraq beynindəki o iç səsindəki o səsləri öz səsində bir dənə ayır. Gör hansı kimin səsidir, nə səni yönləndirir. Olduğun mühitdən indiki halının ortaq bir cəhətləri varmı? O səni nəsə vadar edirmi? Və sən ümumiyyətlə bu gecikmə hissinə nəyə əsasən qərar verirsən? Ona da bir bax. Ümid edirəm ki, o istədiyim nöqtənizə, istədiyim o sönmüş uzun zamanda amma yanmağı gözləyən o hissənizə toxuna bildim. Gecikməmisən. Hər şey çox yaxşıdır. Hər şey axarındadır, qaydasındadır. Yaşamaq budur onsuz. Özünə yaxşı bax. İnanıram ki və ümid də edirəm ki, bu videodan sonra artıq bizim o gecikmişlik hissi lənəti dayandı. Düyünlər açıldı. Həyat budur. Yeri gələcək gəldiyimiz nöqtədə donub qalacağıq. Yeri gələcək nə qədər bir müddət olacaq, çox irəli gedəcəyik, çox şeylər əldə edəcəyik özümüzə görə. Sonra bir də görəcəyik donmuşuq yenə. Həyat budur. Həm çətindir, həm asandır, həm çox pisdir, zibil kimidir, həm belə çox gözəldir. Bəzən yuxudan durmaq istəmirik, bəzən elə bir içimizə həvəsli olur ki, səhər o qədər tezdən sevə-sevə dururuq ki, ya da ümumiyyətlə gecəni yata bilmirik. Həyat budur. Gördüyün heç kəs sadəcə olaraq bir hiss üzərinə yaşamır. İnsanıq hamımız. Hamımız bu yollardan keçirik. Sən tək deyilsən. Növbəti videoda görüşənə qədər özünə yaxşı bax. Hələlik.